Hər kəsə salam, hər vaxtınız xeyirli olsun. Hörmətli dinləyicilər, Dalğa FM radiosundan 92.5 dalğasından hər birinizi salamlayırıq və Mədəniyyət Nazirliyinin Dalğa FM radiosunun birgə layihəsi olaraq Sənətin Səsi verilişi olaraq hər gün canlı olaraq saat 11-12 arası sizin görüşünüzə gəlirik və bu gün də hardan bizi dinləmənizdən asılı olmayaraq hər birinizə gözəl əhval-ruhiyyə arzu etmək istəyirəm. Artıq yavaş-yavaş ilin sonuna gəlirik də. Artıq hər kəsdə bayram ab havasıdır. Bəzən də bəzi insanların gəlişi belə bayram olur və mən bugünkü qonağımıza ələxüsus bunu şamil etmək istəyirəm. Çünki həqiqətən də az-az görünsələr də, sənətdən bir qədər uzaqlaşsalar da, onlar heç vaxt unudulmur və onların hər bir mahnısı həqiqətən də hitə çevrilir və hit hətta belə deyək də aciz səslənir, mən deyərdim. Bir sənət əsəridir və bugün o mahnılardan, o gözəl, möhtəşəm mahnılardan, yeni mahnılardan biri eksklüziv olaraq Dalğa FM radiosunda Sənətin Səsi verilişində səslənəcək və məmnuniyyətlə çox sevdiyimiz, uşaqlıqdan bəri sevdiyim bir sənətkar bugün bizimlədir. Sevilən müğənni Samir Bağırov, xoş gəlmisiniz. Sabahınız xeyir olsun əzizim Sevinç xanım. Çox sağ ol. Mən hamını ürəkdən salamlayıram. Təşəkkür. Sabahınız xeyir deyirəm. Bu sözlərə görə çox təşəkkür edirəm. İçdən gələn sözlərdir. Çox sevirik sizi, Samir. Yəni sizinlə hər bir görüş əlbəttə ki, bir yadda qalan nəsə bir tarixə çevrilir. Ən çox da o səhnə və insanlarla olan mədəniyyətinizi çox sevirəm. Valihəm də belə deyək. Bu illərdir ki, dəyişmir. Bəzən sənətə gəlirlər insanlar 2-3 ildən sonra bir də görürsən bambaşqa biri olur. Amma Samir Bağırov heç nə dəyişmir. Necə varsınız eləsiz və əlbəttə ki, xalqın sevimlisisiniz. Siz bura daxil olandan hər kəs, əməkdaşlarımız sizinlə görüşə gəldi. Bir çox təşəkkür aldım və bu savaba girmişəm. Sizə sağ ol, çox sağ ol. Bu çox böyük xoşbəxtlik. Məncə mən xoşbəxtəm. Mən xoşbəxt sənətçiyəm. Çünki mən hər yerdə, evdən çıxanda mən bu sevgi, bu hörməti mən hiss edirəm. Ona görə hamıya çox sağ ol, sonsuz təşəkkürlər. Bizi onlayn da dinləmək mümkündür. Dalğa.fm saytından sonradan verilişimizi Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanalından izləyəcəksiniz. Çox səbirsizlənirəm. O eksklüziv mahnını təqdim etmək istəyirəm. Hörmətli dinləyicilər və mən qeyd etmək istəyirəm, çox gözəl, sevindirici bir xəbərimiz var. Samir Bağırovun eksklüziv bir mahnısı Dalğa FM-də olacaq. Amma tək deyil, iki nəhəng sənətkar. Şir. Bəli, şir. Bəli, elə səhnənin də şirləri belə deyək. Flora Kərimova, Samir Bağırov, iki canlı əfsanə. Ölmədən öncə heç bax bu adda mahnı ümumiyyətlə olmayıb və yəqin ki olmayacaq da, amma neçə illərdən sonra sizin duetiniz yenidən belə deyək də birləşdi. Yeni il bayramında bir hədiyyə oldu hər kəsə. Necə yarandı bu? Təşəbbüs kimdən gəldi? Bir sözlə deyim, bu möcüzə kimi oldu. Aha. Heç gözləmədim. Bəli, neçə dəfə Flora xanımla bu söhbət olmuşdu, mahnı təzə duet eləmək. Amma mən yox oldum. Sonra Flora xanım biraz problem olmuşdu, keçib bağda qalırdı. Nisə alınmadı. И вот тут случайно elə belə prosta getdik qonağa, prosta görüşmək üçün. Və случайно bu Vüqar hər şey. Vüqar bəy, prodüseri Samir Bağırov çox gözəl bir insan, salamlayırıq onu da. Əslində təşəbbüskar odur. Vüqar. Bəli, Vüqara təşəkkür düşür. Çünki Flora xanım belə vəziyyətdə idi, həvəs yoxdur, bastildən durmaq istəmirəm, heç nə maraqsız. Bəli, amma bu Vüqar belə ruh verdi ona. Heç istəmirdim. Məndə ruh artıq var idi. Artıq gəldi. Bəli, amma bu proyekt
Flora xanım dedi, hə, Samirçiklə oxuyacağam. Nəhayət. İllər sonra, hətta mən söyləmək istəyirəm ki, artıq hər kəsə bəllidir ki, hər bir televiziya kanalında deməli, bütün kanallarda yeni il çəkilişləri aparılır və o duet əslində televiziyalarımızda yeni il gecəsində təqdim olunacaq. Hətta bildiyimə görə dövlət televiziyamızda kanalında. Bəli, Azərbaycan Dövlət Televiziyasında yeni il gecəsində olacaq. Amma radio olaraq, radio məkanında ilk dəfə eksklüziv olaraq Dalğa FM radiosunda bir də üzr istəyirəm. Bir də mən təşəkkür eləmək istəyirəm Rafael Şabanov. Bəli, yaradıcısı. Bəli. Əslində açıqlayım sizə. Rafo. Biraz açıqlayım sizə. Əslində bu mahnı solo mahnı planlaşırdı. Çünki Rafo məni soruşdu, nə mövzumə mahnı istəyirsiniz? Əslində mahnının mövzumu mən sizdən gəlib o. Yəni mahnı mövzu ölmədən öncə bax o. Bəli. Tövsiyələr. İsmaricidir, insanlar bir-birinizə yaxın olun, bir-birinizi sevin. Bu İsmaricidir. Ona görə Rafoya çox sonsuz təşəkkür. O mənim fikirlər, mənim hisslər, musiqiyə, sözlərə köçürdə bildi. Bəli, möhürünü vurdular. Bizim iki canlı əfsanə. Gəlin eşidək həmin mahnını eksklüziv olaraq Sənətin Səsi verilişində Dalğa FM-də ölmədən öncə. Məncə hər kəsə bunu aid edək. Bütün insanlara, dinləyənlərə, dinləməyənlərə belə, sonra da izləyəcək izləyicilərimizə gəlsin bizim yeni mahnımız. Daha sonra buradayıq. Dalğanı dəyişməyin. Bəli, düşünürəm ki, dinləyicilərimiz, musiqi sevərlər, sənət sevərlər acımışdılar belə bir mahnı üçün. Samir, nə yaxşı ki, bax belə mənə elə gəlir, ilin son duetidir. 2025-in ilin sonu üçün bir möhür vurdunuz da. Flora xanıma da buradan qucaq dolusu salamlar, var olasınız. Nə yaxşı ki, bir araya gəldiniz. Nə yaxşı ki, ümumiyyətlə mən təsadüflərə inanmıram və düşünürəm ki, vaxtında oldu bu mahnı və nə yaxşı ki, elə yeni il ərəfəsində. Çünki etiraf edək ki, yəqin bu sizi də narahat edir ki, bəzən bugün musiqimizdə elə belə deyək də yaraşmayan bir də görürsünüz ki, mahnılar, hansısa belə deyək, bayağı musiqilər, ritmləri calaq etməyə çalışırlar bizim sənətimizə, bizim musiqimizə. Mənə elə gəlir ki, bax bu ərəfədə sanki bir stop idi o insanlara, onlara bir ismarıcı idi ki, gəlin sənətlə məşğul olaq, gəlin sənət nümayiş etdirək, deyilmi? Siz nə danışırsınız? Bu mənim ürəyimdə çox böyük yara. Çünki mənim sənətdən bilmirəm nə eləyiblər. Bu bilmirəm, indi tək tənbəl oxumurlar. Neynirlər səs, mədəniyyət, yəni kompüterdə hər şey dəyişirlər. Dünyanın görüşü heç olmayan, onlar vəbşə sənətdən uzaq bir şəxslər. Həyatda çox böyük bir hal öz sənəti tapmaq. Çünki çoxlar öz yerində deyil. Mənim fikrincə o qədər vacib necə əri arvad tapmaq, həyatı yoldaşı. Yəni o dərəcədə önəmlidir. Əlbəttə. Çünki sənətdən zövq almalıysan. Bəli. Ona baxmayaraq nə qədər maaş alırsan, zövq olmalıydı. Əgər məsəl üçün bu sənət sənə xoşuma gəlmir, sən prosta maaşa görə gedirsən, ya neysə görə. Reyting xətrinə, gəlir xətrinə. Bəli, onsuz bu pul yoxa, bu halal pul deyil. Qalmayacaq. Çünki insan öz yerində işdən sən zövq almalıysan, ruh verməlisən. İndi tək like, tək trend olsun, bir baxış olsun, bir komment olsun. Ruhdan söhbət getmir. Marketing, biznes oldu. Axı bu belə deyil, bu incə sənət. Bu biznesə aid deyil bir şey. Ona görə mən başa düşürəm, indiki zaman marketing bu show biznes olmalıydı. Amma o qədər yox da. Ona görə mən yenə gəldim. Mən neysə orta bunlar içində arasında neysə orta. Bir mayak kimi işıq ver saçmağa başladı Səmir, inanın. Nə yaxşı ki gəldiniz. Bəlkə mən də trigger kimi onlar üçün olum. O da biraz keyfiyyətli mahnılar çıxarsınlar.
Bəli, razıyam sizinlə və haqqınız da var ki, bəzən sizi narahat edən məsələləri də dilə gətirmək. Çünki qoy gənclər də bilsinlər ki, o milyonlarla baxış, nə bilim, reyting, gəlir, bahalı həyat, onlar hər şey gəldi gedərdi. Amma siz neçə illərdir artıq sənətdəsiz. Samir Bağırov ildə bir dəfə mahnı oxusa, ildə nə bilim 3 ildə bir dəfə mahnı oxusanız da, amma o təqdim etdiyiniz sözsüz ki, bax o sevgi ilə yaranır, zövqlə yaranır və sənət üçün yaradırsınız. Yəni siz, mən bilirəm ki, mahnını bəyənməsəz onu oxumazsınız. Sözləri bəyənməsəz onu oxumazsınız. Siz nə danışırsınız? Məni hamısı qınayırlar. Sən Azərbaycanca normal danışmırsan, Azərbaycanca Kitay dilində danışırsan. Heç əsla, heç hissetmərəm. Amma ona baxmayaraq mənim sənət dostlar mükəmməl Azərbaycanca danışırlar. Amma mahnılar, bu nə sözlər, bu nə İsmariç, nədən oxuyurlar. Gic-gic fikirlər, gic-gic şeylər. Bu elə-belə deyil. Mahnının sözlər bu xalqa İsmariç kimi olmalıydı. Bəli. Bu nə mahnılar, nədən oxuyurlar? Əslində, bax, çox gözəl vurğuladınız. Elə sözün necə əslində deməyi deyil, hansı sözü deməyindir. Yəni sən insanlara, xalqa nə ötürürsən. Bugün bax bu duetdə siz bir daha insanları mehribanlığa, doğmaları sevməyə, bir-birimizin qədrini bilməyə. Çünki o həyat insana bir dəfə verilir də. Zamanında onu deməsək bir-birimizə, onu hiss elətdirməsək. Yox eləməliysən. Nə bilim pis hisslərsən yox eləməlisən. Kaş bunu insanlar bacarasandır. Məsəl üçün alınmadı həyatı ərzində eləmək. Yox, bu ekzamen kimi, müəllim kimi götürdü, alınmadı. Yəni bu imtahandan nəsə nəticə çıxartdı. Təzə dəftər verirlər, təzdən yaz. Təzə reinkarnasiya o şey. Sən təzdən bu dərslər keçmirsən. Amma deyir, artıq sıfırdan başlamırsan, artıq təcrübədən başlayırsan. Yəni hardasa təcrübə toplamırsan. Maraqlı belə deyək, mistik söhbətlərdə gedir. Çünki sənət harda varsa, Samir Bağırov harda varsa, orada əlbəttə ki, insanın ruh aləmi, iç dünyası var. Ona görə deyirəm, mən gəldim çünki mənim missiya belədir. Bəli. Yəni qayıdıb, bax bu aralar o sənətinizlə yenidən bir zövq yaratmağı, insanlara gözəl bir hədiyyə etdiniz. Bax bu ərəfədə, yeni il ərəfəsində düşünürəm ki, elə bizim dinləyicilərimiz, sonradan izləyəcək izləyicilərimiz də bayaqdan mənə də yazırlar. Sizi hazırda yoldan dinləyənlər də var. Hər kəs təşəkkür edir. Hər kəs sizə salamlarını çatdırır. Döndüz, dön mahnısı ilə. Bu mahnı necə yarandı? İstərdik elə müəllifləri də istəyirsinizsə qeyd edək. Yenə Rafodur. Son uğurlu işbirliyi Samir Bağırovun məhz Rafo ilə birlikdədir. Açıq deyim sizə, bu dön mahnı belə eksprompt mənim həyatda belə hadisə olmadı. 2 gün ərzində mən Azərbaycan dilində mahnı yazdım. Çünki Azərbaycan dili mənə yaxşı öyrətmək lazımdır, чтобы sözlər otursun mənim içində. Mən rahat yaxşı mənimsəyəsiz səslə məşğul olum. Yəni artıq düşünməyəsiz sözləri. Bəli, sözlər otururlar. Amma burada belə bu vüqar, dəhşət, o qədər şəkər prodüser, mən ikinci belə adam Azərbaycanda görürəm. İlin prodüseri demək olarmı Vüqar Hüseyeva? Əlbəttə ki, olar, razıyam sizinlə. O necə elədi, mən inanırsınız, mən elə bir instrument onun əlimdə oldu. Bir musiqi aləti kimi. Mən başa düşmədim, yuxu kimi bu 2 gün ərzində mahnı, bir studiya, klip. Bir həftə ərzində bu proyekt çıxdı. Bax belə qısa bir zaman ərzində və elə bax yaranan bu mahnının bir qədər o səhnə arxası nələr baş vermişdi, ondan da xəbərdar olduq. Bəli, biz davam edirik. Yeni qoşulanları da salamlayırıq və sənətin səsi davam etməkdədir. Verilişimizi sonradan Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanalından da izləyəcəksiniz və yeni bir duet ekskluziv olaraq Dalğa FM-də səsləndi. Amma elə bilməyin ki, bununla da bitdi. Samir Bağırovun ən məşhur dillər əzbəri olan hitlərdən yeni aranjmanda, yeni versiyada onları da Dalğa FM-ə təqdim edib təşəkkür edirik sizə, Vüqar bəyəm.
Sevmedin gülüm. O mahnı da var o yeni aranjmanda. Mən bir şey demək istəyirəm. Tək bu mahnı yox. Təxminən 10 dənə, bəlkə də ondan çox köhnə mənim mahnılar. Sevgilim de var orada. Sevgilim, sənsizlik, axtarıram, deyirdim sənə. Yani Çox, her çox, biri çox. bak o cover versiyada yeni aranjmanda təqdim etmisiniz və elə düşünürəm ki, vaxt itirmədən gəlin eşidək. Sevmedin gülüm. Bəli, Mikhail Vikilov, Rafet Qasanov. Çox təşəkkür edirəm sizə bu mahnıya görə. Ay, illər əvvəl ifa olunan mahnının yeni aranjmanda, yeni nəfəsdə sanki ikinci həyat verdiniz bu mahnıya. Təşəkkür edirik. Səmir, nə yaxşı ki bu mahnıları yenidən qaytardınız bizə, dinləyicilərə. Özüm mahnını çox Özünüz də sevirəm. bəli, sevdiyiniz Çox ifalarınızdandır. Ümumiyyətlə deyirlər bəzi müğənnidən soruşanda ki, ən sevdiyiniz, ən çox daxili aləminizə yaxın deyirlər, yox mənə hamı, hər biri mənə əzizdir. Amma bax görürsən ki, o bəzən olur ki, bəli, sevdiyin mahnılar olur bu çan. Çünki mən tək professional kimi baxmıram, mən də tamaşaçı kimi qiymət verirəm. Məsəl üçün, bəlkə Samir Bagirova bu uyğun, amma mən tamaşaçı kimi bəlkə bu mahnı xoşuma gəlmir. Məsəl üçün, belə də olur. Yəni bir dinləyici kimi də siz ona yanaşırsınız. Amma ümumiyyətlə, hər mahnı ilə nəsə bağlıdır, nəsə xatirələr var. Xatirələr, hər mahnı var. Hansısa bir dövrü, etapı. Həyatın, bəli, bəli. Zamanında bugün bax görürsünüz ki o retro mahnıları ifa edirlər yeni cover versiyada, akustik versiyada. Amma illər əvvəl o retro mahnıya zamanında o Rəşid Behbudovun Sevgili mahnısına hələ o vaxtı siz müraciət etmişdiniz də, yəni onun da təməlini qoyanlardansınız əslində. Bəli, bəli. Və bunu görürsünüz ki bugün bax o ənənə bugün davam edir. Düzdür. Bugün əslində deyirlər ki, yeni mahnılar da yaranır, amma sözsüz ki, ötən illərin nəğmələrinin yeri həmişə var. Çünki mahnıda ruh, ürək varsa, bu mahnı yaşayacaq, heç vaxt ölməyəcək. Amma çox təəssüf ki, indiki trend mahnılar, onlar uzun həyat görməyəcəklər. Bəli. Bəli. Ona görə bu partlayırlar, amma tez unudurlar bu mahnılar. Fikir verin. Elədir. Amma Rəşid Beybutov, Flora Kərimova, Şövkət Əlikberova bu heç vaxt, onları musiqi heç vaxt ölməz. Onlar həqiqətən də əbədidir və əbədi yaşar nəğmələr silsiləsindədir və düşünürəm ki, elə bu duetdən öncə ilk duetiniz sizin Flora Kərimova ilə o da çox yadda qalan, o da bir zamanında çox böyük bir ajotaj yaratmışdı. Mahnının ilk notlarından məsələn xatırlamaq olur ki, bu bəli, bu mahnıdır. Bu əsl mənim bərəstəşkarlar. Sizin sənətinizə bələd olanlar bilir. Və əsl musiqi sevənlər. Bəli. Və mən qeyd etmək istəyirəm ki, bayaq biz yeni bir mahnını təqdim etdik ilə Flora Kərimova ilə dueti təqdim etdik, eksklüziv olaraq Dalğa FM-də. Bir daha istərdik elə bax o mahnının sözlərini bir daha elə kamera vasitəsilə elə dinləyicilərə bir daha ötürəsiz ki, orada bir əlbəttə mesaj var idi. Sanki insanlara bir çağırış var idi. Mən belə duydum. Və yeni il qabağı, çünki o mahnı əslində video olaraq, yəni o dueti siz yeni il çəkilişində Dövlət televiziyamızda izləyəcəksiniz. Mahnını bugün bizim radioda təqdim olundu. Yəni sanki unudulan o hissləri yenidən qaytarmaq istəyirsiniz. Yenidən o səmimiyyəti qaytarmaq istəyirsiniz. Mən belə mesaj kimi onu qəbul etdim. Sevin bir-birinizi, tək sevgi bu dünyanın xilas eləyə bilər. Bəli. Mənə elə gəlir sonluq içində bu gözəl bir ismarıcdır. Çünki hər şeyin doğrudan da başında sevgi dayanır. Bayaq söylədiniz, insan öz işini sevərək edirsə mütləq oradan zövq də alacaq. Özü də o mahnını sevəcək və xalq da o mahnını sevəcək. Ona görə də az-az görünsəz də, Səmir, az-az ifa etsəz də, amma bəli, siz keyfiyyətli bir iş təqdim edirsiniz. Hansısa bir yenilik təqdim edəndə də efirlərə çıxırsınız.
çıxırsınız. Yəni tamaşaçının xalqını hər zaman düşünürsüz ki, nəsə bir yenilik gətirim, nəsə bir yadda qalan bir layihə edim. Yəni hələ də düzdür, müəyyən problemlər var. Yəni gənclər arasında o musiqi zövqünün formalaşmasında, amma meydanı heç kəsə vermir. Bax siz Flora Kərimova bizim o Bakı payızı müsabiqəsini də gəlin bir yada salaq da. O vaxt kimlər sənətə gəldi. Bu ulduz buketi. Bəli, buket kimi təqdim etmək olar. Və həmin o sənətkarlarla biz sizi görərək böyümüşük. Sizin izləyərək, sizi dinləyərək və istərdik ki, bizim bax indiki gənclərdə bu cür gözəl keyfiyyətli sənət əsərləri. Amma var, çox var, mən sevinirəm bu səs proyekti görəndə. Aha, Səs Azərbaycan layihəsində. Necə ürəyimcə idi, nə qədər bizdə tanış istedadlı uşaqlar var. Aha. Mən dəhşətə gəldim. Var, yəni istedadlar var. Amma onları efirlərdə yoxdur, çünki indi pullar oxuyurlar. Amma bəlkə səndə pul olmasa, istedad var, heç nə alınmayacaq, bu yanacaq. Bəli. Başa düşürsünüz, bu məni çox narahat edir. Mən fikirdə yoxdur ölümə qədər oxumaq. Mən birazdan istəyirəm prodüser mərkəz kimi cavanlara kömək eləməyə. Maraqlı ideyalar var. Bəli, mən çünki təzə nəsil istedadlı mühəndislər yetişdirmək istəyirsiniz. Bəli. Məncə də buna ehtiyac var və məncə zamanında o elə özü də müsabiqə ilə sənətə gələn sənətkarlar hardasa elə müsabiqə də keçirdə bilərsiniz. Bir festival təşkil edə bilərsiniz və əlbəttə ki biz də 2 əlli sizin yanınızdayıq. Bu layihədə, bu işlərdə işıqlandırmağa, onlara da dəstək olmağa, gənclərə dəstək olmağa əlbəttə ki şadıq və bizim əlbəttə ki Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun Sənətin Səsi layihəsində də biz də çalışırıq ki, sözün əsl mənasında sənətə qiymət verən, sənətə böyük töhfələr verən insanlarla sizi görüşdürək və bu gün də onlardan biri bizimlə idi. Yadda qalan bir gün oldu. Günə sizinlə başladıq. Nə xoş bizə. O pozitiv enerjinizi bizə ötürdünüz. Bizdən dinləyicilərimizə, sonradan izləyicilərimizə ötürəcəyik. Sonda isə sevgilim gələcək. Tam. Sağ ol əzizim, çox sağ ol. Var olun Samir. Tez-tez görünün. Qarşıdan gələn yeni il münasibəti ilə də sizi ürəkdən təbrik edirik. Yeni ildə bizə, sevənlərə, dinləyicilərə yeni mahnı təqdim etdiniz. Arzunuz nə olar? Yeni il ərəfəsində. Canmadan öz pərəstişkarları sevindirmək. Bəli. Gözləyin, odur ki hələ yeniliklər irəlidədir.